bugün bu videonu çəkirəm. Buradan paylaşırəm. Hamı da eşitir. 2026-cı ilin fevral ayının 19-u gecə saat 2:00-da Qalınçaq kəndinin oğru, nəşəxor, quldur, suka agent iş verən sakinləri 1987-ci il təvəllüddü Kərimov Seymur Oqtayoğlu'na Seymurun dədəliği Mais mənim həyətimə soxulmaq istəyirdilər. Qapının başından dırmaşıb həyətə girmək istəyirdilər. Bu insanlar mənə yaşamağa imkan vermirlər. Məni də, mənim itimi də narahat eləyirlər. Seymur gəlir aşağı başda gizlənir. Dədəliği Maislə Əli Ağalı Şahin Vaqif oğlunun öyündə onu qoyurlar qarolda, özləri gəlirlər məni narahat eləyirlər. Vaxtında bu Kərimiyanı Seymur Oqtayoğlu'nun qarşısını Məcidov Mais İlyas oğlunun qarşısını yığışdırsaydılar, bunlar qudurmazdı. Bu insanlar mənə yaşamağa imkan vermir. Seymurun məqsədi budur ki, mən qərəfilin öyün yandırım. A peysər, a binamus. Mənim öyüm yandı, keçəcək qonşunun da öyünə. O qonşu sənə pas soxacaq. Səni paya soxacaq. Sənin için soxacaq. Sənin tikə-tikə doğrayacaq. Baxma ki, suka agentsən, sənin o suka işlərdiklərindən da böyük yerin vəzifəsinin nömrəsi var. Mənim də əlimdə, o qonşunun da əlində. Sən yığışdırırsan özü yığışdır. Yığışdırmırsan, həmən o qonşunu da götürüb gedirəm efirə. Daha bu Space kanalı olmayacaq ki, 15.000 manat rüşvət göndərirdi ki, qərəfili orada efirdən çıxartın, qərəfilin şikayətinə baxmın. Bu belə bir efirdir ki, sənin anı ağladacaqlar, o oğru anı, o ata qatili olan anı. Sən Seymur mənim bütün öyümün əşyaların, hətta əynimin tumanlarına kimi oğruyub apardın, verdin oğru, milyoner, dilənən anın Züleyxiyə. Bəsdir da 50 manatlıq çöl ördəyi sortundan olan ördəyimi götürdün, o iyiymiş qardaşın, erməni qardaşın. Emirin təkəri, əldə dirmə kimi, yiyən dünyalı, Səddam kim oğlun özünü yedi. Emirin təkəri deyər Petuq Elnura. Xoruzu da anon Magessa Kərimiyana verdin, oğru. Bazarda cəmaatın kişilərindən pul dilənən anuva ki, 40.000-i birdən faizə verən anuva. Gözün doymur, sənin o oğru anun, o lotu anun. Mənim pencəyimi oğrada apardı öyümdən. İskan nəlbə kimi oğrada apardı. Əluz dasmalımı oğrada apardı. Oğrusuz da. Sən Seymur mənim qoz ağacımı kəsən günü 3 qardaş bir ana. Dediniz ki, biz Qalınçaq pirlə nəzir demişik. 3-cü Dünya müharibəsi başlasın, geçsin millət qırılsın, nəy var bizə qalsın. Peysər, nə adla bu cəmaat sözü məclisinə aparır? Özü də dedin ki, biz erməni yox, yalandan Azərbaycan pasportu düzəltmişik ki, Azərbaycanlı yox. Sən nə vermirsən, mən ala bilmirsən, 1000 manat öydən pulumu oğrayıb apardın, aşağı başdan sota aldı, sənə sota satanı da, səni də efirə çəkdirəcəm görüb, nə adla sənə sota satırdılar, səni kimi oğruya, nə şəxora, aşağı başın baş narkomanı, Əli Ağalı Şahin Vaqif oğlu, 2025-ci ilin yanvar ayının 15-i gecə, Kərimiyan Seymur Oqtayoğlu'nda, Məcidov Mais İlyas oğlunda bir hələ narkomanları yığdılar əli çayın qırağına, içdilər araqdan, çəkdilər nəşədə, mənim itlərimi öldürdülər. Onu hamısı Seymur elətirdi. Narkomanlara nəşəni də verən Seymurdur. İstifadə eləyir, özü də satır da, doldurub altına oğurluğuna. Seymur Bakıya getdi dostuna, 30 dənə telefon gətirdi, dedi hamısı metrolarda, marşrutlarda cəmaatın cibindən çıxartmışlar. Bu adam oğrudur, bunun qarşısında alan yoxdur, sukadır. Yaxın vaxtda efirə gedirəm, bu Seymurun qarşısını almadıqlarına görə, bu suka agent olduğuna görə
Gedirəm yaxın vaxtda efirə, Seymurun qarşısını ki almırlar. Seymurla Mais məni narahat edir. Mais deyirdi ki, mən qaranfillə taxtıracam. Petuq, elə sənin öyvü Züleyxa satdırdı. 40 min manata pulun da aldı, yedi, dıllağını da qoydu ağzına. Sən Mais nə vermirsən, ala bilmirsən? Binamus, ay oğru. Sən elə maissən ki, öz bibuğa təcavüz eləmək istəyən insansa, sənin əlindən bütün cəmaat zara gəlib. Bəsdir də, sənin bezdirdiyin adamları da, səni də efirə gətirəcəm. Sən dıllaq dodaq Seymurunda, gör mən başına nə gətirəcəm. Dıllaq dodaq, bir gir həyətə, sənin başını kəsəcəm. Sənin o güvəndiyin adamlarını aparıb qarşısına qoyacam. Sən baxarsan dıllaq dodaq. Deyərdin uzağa 25 yaşında bir amcıq olsa çalaram. Səs yazımı o da trend elədim. Öl başını qoyub başını ölsən saxlayacaq. Bu aşağı başla qəbristanlıqda səni gəlin bacı elədilər, saldılar yora. Götün var, get onlardan hayıf var. Dilvun üstündə. Binamus oğru. Gedirəm efirə, sənin də, o Maisin də, anon Kərimyanın da, qardaşın qarbaşı oxşayan sənanın da, o mimi qardaşın Elnurun da ağzınızı sikməğa darıq bu.